Son günlər Azərbaycan-Ermənistan sərhədində atəşkəsin intensiv şəkildə pozulması diqqət çəkir. Paralel olaraq Ermənistan ordusunun mövqelərinin gücləndirildiyi və qazıntı işlərinin aparıldığı əks edilən peyk görüntülərinin yayılması da narahatlıq doğurur. Eyni vaxtda İrəvanın xaricdən silah tədarükünü artırması və ehtiyatda olan hərbçilərin aprel-iyun aylarında toplanışının həyata keçirilməsi də yeni müharibə hazırlığı ilə bağlı iddiaları gücləndirir. Sülh danışıqlarında irəliləyişin əldə edilməsinə baxmayaraq, yaxın vaxtda sərhəddəki gərginlik eskalasiyaya çevrilə bilərmi? Globalifo danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə olan nümayəndələrinin fəaliyyəti nizamnaməyə uyğun deyil. Yumşaq desək, özlərini necə apardıqlarını göstərən təkzib olunmaz sübutlar, o cümlədən foto və video görüntülər var. Belə ki, erməni hərbçilərdən biri nalayiq ifadələr işlədərək, təxribat xarakterli hərəkətlər edərək provokativ davranış nümayiş etdirib. Üstəlik, o, bunu məhz Ermənistan-Azərbaycan şərti sərhədində Avropa İttifaqının müşahidəçi missiyasının olmasını gözləyərək edir. Azərbaycan hərbçiləri peşəkarlıq nümayiş etdirərək təxribatlara boyun əymir və düşmənin bu psixoloji oyunlarına hələ də əhəmiyyət vermir. Hazırda geosiyasi proseslər birmənalı olaraq Ermənistanın əleyhinədir. Azərbaycanın mövqeləri isə getdikcə daha da güclənir. İrəvan da başa düşür ki, belə davam edəcəyi təqdirdə uzaq perspektivə hesablanan hədəflərinin reallaşması, yəni revanşist niyyətlərinin həyata keçirilməsi üçün uyğun geosiyasi zəminin formalaşmasına qədər sülh prosesini yubada bilməyəcək. O deyib ki, hazırda ABŞ-la Avropa İttifaqı arasında ziddiyyətlər daha da dərinləşir. Bu isə Fransanın Ermənistana dəstək siyasətini arxa plana keçirir. Yəni Fransa hökumətinin özü ciddi problemlərlə üz-üzə qalacaq. ABŞ-ın keçmiş prezidenti Joe Bidendən fərqli olaraq Donald Trumpın İrəvana dəstək verəcəyi də gözlənilmir. Bu proseslər isə İrəvanda ciddi narahatlıq yaradır. Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Buna görə də xüsusilə Avropa İttifaqının müşahidə missiyası adı altında kəşfiyyat qrupunun bölgədə qalmasına çalışır və yenidən diqqəti regiona cəlb etmək üçün təxribatlara ən atır. Məqsəd Azərbaycan ordusunu təxribata çəkmək və beləliklə də iddialarına əsaslar yaratmaqdır. Ancaq Ermənistanın ənənvi üslubda törətdiyi təxribatlar heç bir effekt verməyəcək. Rəsmi Bakı prosesi dəqiqliklə müşahidə edir, hesablayır və adekvat addımlar atar.